Bir gün bir padşah özü üçün bir gözəl imarət, saray, bir gözəl ev tikdirir. Və elə bənnələrdən, ustalardan istifadə edir və tapşırığı da bu olur ki, mənim üçün elə bir gözəl ev tikin ki, bizim məmləkətdə onun kimi bir gözəllikdə ev olmasın. Və ev hazır olandan sonra evin açılış mərasimini keçirdir, bir qonaqlıq təşkil edir və qapının da giriş hissəsində adətən belə bir mərasim qeyd olunur bəzi cəmiyyətlərdə. Bir dəftər qoyur, bir kitabça qoyur ki, insanlar bu evin barəsində öz ürək sözlərini, təbriklərini, xatirələrini qeyd eləsinlər. Və gələnlər də təbii ki, orada qeyd eləyirlər, amma ürək sözlərini deyir, təbrik eləyirlər, hətta evin gözəlliyi barəsində gözəl sözlər deyirlər. Amma şah o kitabçanın giriş hissəsində belə bir söz yazmışdı ki, elə bir şəxs olarmı ki, mənim tikdiyim bu evdə bir nöqsan və eyib tapsın. Əgər tapa bilirsə, onu burada qeyd eləsin. Hamı gözəl sözlər yazırlar, amma bir nəfər zahid olur, o gəlir, o da bu mərasimdə iştirak eləyir. Amma o yazır ki, bu evin eybi var və nöqsanı var. Altından da imzasını atır. Şah qonaqlar gedəndən sonra götürür, baxır bir-bir təbriklərə, amma dəftərin bir hissəsində bu zahidin yazdığına rast gəlir, görür ki, bu evin nöqsanı var. İmzasına baxandan sonra məmurlarına tapşırır ki, həmin o zahidi tapın, gətirin, görək mənim evimin nöqsanı, eybi nədir? Gətirirlər zahidi, soruşur ondan ki, doğrudan da mənim evimdə nöqsan və eyib tapmısan? Zahid deyir ki, bəli, tapmışam. Deyir ki, nədir bu evin nöqsanı, eybi? Zahid deyir ki, hətta 2 dənə eybi var. Deyir, birincisi budur ki, bir zaman gələcək, bu evin sahibi dünyadan köçəcək və öləcək. İkincisi də budur ki, bir zaman gələcək ki, bu gözəllikdə ev sahibsiz qalıb xarabəyə çevriləcək. Şah biraz özünə gəlir, rahat olur, deyir ki, sən dediyin bu eyib və nöqsan hansı evdə yoxdur ki? Hər bir evdə bu dediklərin nöqsanlardan, əgər nöqsan saysaq, eyib saysaq, hər bir evə məxsusdur bu. Elə bir ev tapa bilərsənmi ki, bu saydığın, dediyin 2 eyibdən olmasın həmin evdə? Zahid deyir ki, bəli, var, elə bir ev var. Şah soruşur ki, hansı evdir? Deyir, o da bizim insanların axirətdə, cənnətdə hazırladığı, tikdiyi evdir ki, heç bir eybi və nöqsanı yoxdur. Ona görədir ki, bəlkə Qurani-Kərimdə Allah Teala buyurur ki, Tilkəd-darul axirətü nec'aluha lilləzinə la yuridunə uluvvən və la fəsadan vəl-aqibətu lil-muttəqin. Axirət evi o şəxslərə məxsusdur ki, o şəxslər üçün hazırlanıb ki, onlar bu dünyada ucalıq göstərmirlər, özlərini başqalarından üstün tutub başqalarına zülm vəziyyət vermirlər və yer üzərində fəsad törətmirlər. Axirət də təqvalılara məxsusdur. Deməli, insan axirətdə özünün eyibsiz və nöqsansız, əbədi qalan, xarabəyə çevrilməyən bir evinin olmasını istəyirsə, o, Qurani-Kərimin göstərişinə əsasən yer üzərində bu dünyada gərək fəsad əhlindən və insanları incidib, zülm eləyən şəxslərdən olmasın.